Xüsusi sponsorlar Bizon Enerji, Evin Az, Giper Gips məhsulları, sponsorlar Fav avtomobilləri, Patron tumları, Angilor boğaz spreyi, Təbəssüm çayı, təşkilati dəstəyi, Kasap dönər. Bütün diqqətlər sənin üzərindədir. Gümrah və dinamik, təravətli və cəlbedici. Sən əvəz edilməzsən. Sağlam həyat və yaxşı görünüş üçün lazım olan hər şey ondadır. Bizon Sugar Free. Şəkəri azalt, sürəti artır. Həyat tərzini özün seç. Bizon, güc məndədir. Evin.az mənzillərin alqı-satqısı, kirayəsi və təmirini həyata keçirən əmlak şirkətidir. Satmaq istədiyiniz mənzilləri peşəkar foto və video çəkilişlə potensial müştərilərinizə təqdim edirik. Əlverişli şərtlərlə köhnə mənzilinizi yeni mənzillə əvəz edirik. Mənzilinizi təmir etdirmək üçün 24 aya qədər kredit imkanı yaradırıq. Mənzil alıcıları və satıcılarını saytımızda birləşdirərək sürətli və etibarlı sövdələşmələrə nail oluruq. Evin.az mənzil alqı-satqısında etibarlı tərəfdaşınız. Mənim babam torpağı sevən, zəhmətkeş bir əkinçi olub. Atam da babamın davamçısı olaraq əkib becərməklə bizi böyüdü. Anam atamın zəhmətkeşliyinə biganə olmayıb. Bizim böyüməyimizdə, təhsilimizdə zəhmətləri danılmazdı. Mən ailəmlə fəxr edirəm, həm də iş aləmlə. Hər dəfə zəhmətkeş olmağımız işimizdə məqsədimiz oldu. Məqsədə çatdığımızı işimiz göstərdi. Patron, zəhmətkeş məhsulu. Ən boğucu boğaz ağrısına qarşı güvənli silah. Angilor. Boğaz ağrısını kökündən kəsər. Zamik nətərsən qurban olum. Bodrumdasan? Qulaq as. Oradan keç İstanbula. Yaddı verdi ama. Ay Fəli, yenə nə olub, nəyə əsəbləşmirsən? Əsəbləşərəm də. Bu Zamiki gətirdim, müğənnilədim, indi sözümə baxmır. Deyirəm getməli İstanbulda 2 otaqlı ev tap da, nə olacaq ki bu? Ay Fəli, niyə özünə də cəmaata da əziyyət verirsən axı? Bax, bizim üçün bu gözəl evi tapıb, belə gözəl təmir edən Evinaz şirkəti İstanbulda yeni filialını açıb. Eyni xidmətlərdir. Evlərin alqı-satqısı, təmir, tikintisi, bunların hamısını orada da eləyirlər. Bəlkə onlarla danışasan? Düz deyirsən, mən niyə bunu ağzı açıram? Deyim, həm mənə ev tapsınlar, həm də təmir eləyər də, yox? Əlbəttə ki. O Zamikə zəng eləyib, getsin mənə İstanbuldan peşmaniyə alsın. Qoyarsın. Hanımlar və cənablar, qarşılayın. Fəlakət! Eşq olsun, eşq olsun. Salam fəlakətin verilişinə əvvəl efirdə, sonra YouTube'da, sonra təkrar efirdə baxan tamaşaçılar. Eşq olsun sizə, eşq olsun. Mənə tez-tez sual verirlər ki, ay fəlakət, sən niyə bir adamı 3 dəfə qonaq çağırırsan? Qurban olum, 3 dəfə qonaq çağırmıram. Sən bir verilişə 3 dəfə baxırsan. Yaxşı eləyirsən, sağ qurban olum, vur onu. Bugünkü qonağımız elə bir qonaqdır ki, onun adını eşidəndə hamımızın ürəyinə yağ kimi yayılacaq. Respublikanın xalq artisti, şöhrət ordenli, bütün mahnıları xit olan Niyaməddin Musayev ver mahnı. Eşq olsun. Niyaməddin müəllim, nətərsiz qurban olum? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, qurban olaram sizə. Sənin özünə məxsus imicin var, özünə məxsus jestlərin var. Qonaqlar da ki olur, onlar da ki hamısı sənə hörməti üçün mən qarşı hörmətim olar. Sən qurban olum, mən sizi çox istəyirəm, Niyaməddin müəllim. Bizim verilişin hansına baxmısınız, Niyaməddin müəllim? Çingizlə olan verilişlər Çina? var. Hə, Çin. Baxdınız, xoşunuza gəldi. Salam göndərdik. Hə. Çin edilə sən təbiətdə adamdır. Hə, sən o da qurban hə, olum. o sahəni daha yaxşı bilir. Tuttum, ha, nə demək istəyirsiniz, tuttum. Niyaməddin müəllim, bax mən bilirəm ki, siz vaxtında oxuduğunuz mahnılar hamısı xit olub. Röyam, dünya sənin, dünya mənim. Kölgəm qədər.
nə qədər? Kölgəm qədər. Kölgəm qədər. Səni unutmaqdan ötürü. Bəli, bəli. Çoxdur, mahnılar çox. Sizə qurban olaram. Mənə bir sizlə maraqlıdır Niyaməddin müəllim. Bu sizin mahnıları cavanlar oxuyur, yoxsa siz icazə vermirsiniz? Yox, o hamısı xahiş edirlər. Mən də onlara deyirəm, buyurun oxuyun, amma söz düz olsun. Musiqi düz olsun, aranjman düz olsun. Türklər də oxuyur deyəsən. Türklər əlbəttə dünyanın hər yerində daşlı qalır. Dağlara çən düşəndə, bülbülə qəm düşəndə, ruhum bədəndən oynar, yadıma sən düşəndə. Bu qala daşlı qala, cıngıllı daşlı qala. Niyaməddin müəllim, ilk mahnınız hansı olub? İlk mahnım mən tanınmışam, Deyin hardadır. Deyin hardadır. Bəhrəm Nəsibovun onun 3-cü ifadəsi oldu. Qatır Məmməd filminə Cahangir Cahangirov çağırtdırıb, rəhmətli Əhsən Dadaşov. Əhsən Dadaşovun ansamblinə 73-cü ildə Filarmoniyada çalışırdım. Mən orada Qatır Məmməd filminə çəkdilər. Niyaməddin müəllim, mənim özümə şəxsən maraqlıdır. Bilirəm ki, bu sferada baməzə adamlar o vaxt olub da. Məsəl üçün, ən yadda qalan olub Habil Əliyev, Allah rəhmət eləsin, deyirlər ki, çox baməzə adam olub. Bilirəm, sizinlə də münasibəti gözəl olub. Münasibətimiz olub. Zarafatlar olub. Bir maraqlı nəsə bir zarafatlar. Onu... Niyaməddin müəllim, maşın var ha, ona baxın arxada. Onun bagajında məndə arxivlər var, qurban olub. Hamısını yığıb saxlamışam. Rajok söhbətində biləm, obrusunda biləm. Mənim nəyimə lazımdır, qurban olub. Siz hansını istəsəniz onu danışın, qurban olub. Mən dərinə geçsəm o Şakira ilə də söhbəti bilirəm ha. Niyaməddin müəllim Şakira söhbəti var ha, anekdot. Nəyimə lazımdır, özünüz deyin. Deməli, mənim bələdiyyədə işləyəndə elə bax, bu cür elə yerinə gəlir, ağ geyinmişdi. Gördüm, uşaqlar oturub orada, salam əleykum, salam əleykum. Gördüm, Habil müəllim belə oturub. Deyim, Habil müəllim, salam əleykum. Belə baxdı, salam əleykum, salam əleykum. Görürəm, belə ağ geyinmişsən, Messestriyə oxşayırsan. Dedim, düz deyirsən, gəl sənə bir iynə vurum. Camaat güldü, elədi, pərt oldu. Dedim, sözün qabana söz deyərlər. Siz də hazır cavabsınız, ha, tutmuşam Niyaməddin müəllim. Niyaməddin müəllim, o vaxt eşitmişdim, Habil müəllim bunu bir nəfərə deyib, amma tutanmıram o kimdir. Bilirsinizsə onun adını deyin də, qurban olun. O deyir, o vaxtı kiməsə ad veriblər. Bunu da görüb, parkda gedəndə görüb. Deyib, sən niyə götürdün? Yox, deyiblər ki, bəs sənə ad verdilər, sahne olmuşdu, niyə götürdün? Deyiblər. Kimə deyib onu, qurban olun? Deyiblər də. O mənim qulağımı verişdən sonra deyərsin. Sonra deyərsin, sən qurban ol. Ver oradan musikanı ver. Niyaməddin müəllim, siz Azərbaycana ilklər gətirən adamsınız. İlk bu diskoteka mahnıları da siz gətirmisiniz, ilk cinsi də siz gətirmisiniz, ilk gözəl bu saç düzümündə siz gətirmisiniz. Əslində Niyaməddin müəllim, çox ürəkli adam olmusunuz. Bunların hamısı riskli hərəkətlərdir, düzdür, qurban olun. Mənə bir sizinlə maraqlıdır. O vaxt nəsə belə bir şeylərə görə problem yaşayırdınız, qurban olun. Əlbəttə, yaşanırdı. İnsanlar o geyimləri çoxsa qəbul eləmirdi, o musiqini çoxsa qəbul eləyə bilmirdi. Zövqlər müxtəlifdir. Biraz müasirlik olanda həyata o başqa cür baxır, bu birisi başqa cür baxır. Əlbəttə, avangard olmaq çox çətindir. Niyaməddin müəllim, bugün sizi əli dolu yola salacağım. O qədər hədiyyə verəcəm sizə. Birinci hədiyyəm gəlsin, bizon gəlsin, qurban olun, bizon. Bu enerji içkisidir, Niyaməddin müəllim. Bu qəşəkdir, hər cürəsi var, qurban olun. Sizə bir kaset verəcəm, hədiyyə. Gətir, qurban olun. Deyib, bizon görürsünüz Niyaməddin müəllim. Bizona baxın, bizon. Ay, çox sağ ol. Bu qədər payları hardan alırsan, ay qardaş? Onu qoy Niyaməddin müəllim maşınına, eşitsən, götürəcək. Sağ qurban olun, get. Bizon deyib, bizon. Bilirsiniz ki, bir sənətçinin sənətkar olmağı üçün onun tamaşaçı kütləsi olmalıdır. Necə ki, sizdə var. Şübhəsiz. İndi mən də başlamışam yavaş-yavaş, mənim də öz tamaşaçılarım var da. Qaraqel, sənin çox gözəl talantın var. Sən qurban olun. O da xalq bu üzvə deməkdir, həqiqətən o jestlərlə, zatlarla sevilir. Sizə qurban olaram. Niyaməddin müəllim, məndə nədir problem deyim sizə? Mənim bu, bilirsiniz, hər cür tamaşaçım var. Bax, bunun içində nə bilim, ərköyün tamaşaçı var, beyni xarab tamaşaçı var. Bir də görürsün, mənə elə suallar göndərirlər, əsəbləşib qalıram burada. İndi bəzi suallar var, göndəriblər. Bu sualları verim.
hansı xoşunuza gəlməsə deyərsiniz, çıxardarım. Yaxşı, sizə qurban olarım. Gözəl insansınız, gözəl insansınız. Birinci tamaşaçı sualı. Bıy, heç üzünə qapı açılmasın qarğışından sonra illərlə evdə qalan tamaşaçımız yazır ki, heç hansısa qarğışın tutmasını eşitmisiniz. Şəxsən mən belə şeylərə inanmıram. Niyaməddin müəllimdən soruşun ki, ümumiyyətlə qarğışa inanır. Yox. Yox, bunun davamı var, qurban olum. Yazıb ki, sözün fəaliyyədir, subayam, hər işi bacarıram, prosto dedim bil. Bu mənə söz atır, buradan qurban olum. Qoy bunun cavabını verim. Sən o cavabını ver. Dəqiqə bunun cavabını verim. Ayaq zayırıq, bura Ay gəlin. sağ ol. Ver mən də baxım görüm nə tər cavab verəsən. Görün nə tərdə, TikTokluq cavab verəcəm. Görək də indi. Eşidirsən, sən sözü dedin, mən bildim. Amma mən bildiklərim sənin başın üçün deyil. Sənin başın üçün deyil. Növbəti sual. Hər işi başqasına gördürməyi xoşlayan tənbəl tamaşaçımız yazır ki, Fəli, axot yoxdur, mənim əvəzimə Niyaməddin müəllimə bir sual verə bilərsən, amma maraqlı olsun. Ağzayırıq, hələ özün sual vermirsən, burada məni borçlu çıxarırsan. Bu sualı kəsin, efirdən, qurban olun. Sən Allah bağışla, bu da beyni xarabdır. Növbəti sual. Sinif yoldaşını sevib, qrup yoldaşı ilə nişanlanan, sonra da yoldan keçən bir nəfərə qoşulub qaçan tamaşaçımız yazır ki, mən niyə xoşbəxt ola bilmirəm? Sən hələ nə yaşın var, nə görmüsən, qurban olum. Olasan da xoşbəxt, yox. Qurban olum. Deyirəm də hər cür tamaşaçı var, Niyaməddin müəllim. Var. Məğərim, belə sevirlər. Elə tamaşaçının öhdəsindən sən gələrsən. Mənim də işim çətin deyil, Niyaməddin müəllim. Mənim də işim çətin. Növbəti sual. Həmişə zibili balkondan aşağı atan tamaşaçımız yazır ki, rəhmətli dədəm niyə hər gecə yuxuma girib məni döyür? Nədən narazıdır? Yəqin ki, bu zibili atmır da. Yox, siz nəyə görədir? Mən tutdum. Bu zibili atanda bunun hər dəfə dədəsinin yadı eləyirlər. Fırlanır da, yerində fırlanır. Mənim bir sponsorum var, Evinaz şirkəti. Gətir oradan görüm Evinazı, gətir. Niyaməddin müəllim, sizə 15% endirim verirəm. Nə lazım olsa evi remont eləmək, evi dəyişmək, təzə ev almaq, bir dənə mənə zəng eləyin, problem yoxdur, hamısını həll eləyəcəm. Mən sizi çox istəyirəm, Niyaməddin müəllim. Bu da sizin hədiyyənizdir. Çox pay oldu, çox pay. Sizə qurban olum. Hələ bir sizə nə qədər hədiyyə verəcəm. Çoxdur, hədiyyələrim çoxdur, sizə qurban olum. Sağ olun. Niyaməddin müəllim, mən özüm də nərdə oynayanam. Düzdür, mən bilirəm ki, siz nərddə də sənətkarsınız. Xəbərim var, bütün show biznes sizdən şikayət eləyir ki, aya bu Niyaməddin müəllimi biz udanmırıq dana bu nərddə. Hazırsızsa gedək məndən nərdə oynayaq. Gedək oynayaq. Ver o nərdi, ver, gedək oynayaq, qurban olum, gedək. Niyaməddin müəllim, mən bilirəm ha, siz bu oyunu yaxşı oynayırsınız. Amma qarşınızdakı da elə belə oynamır ha, biləsiniz. Hazırsınız? Hazıram, baxaq görək də. 1. Mən atıram. Getdik Niyaməddin müəllim. Getdik. Niyaməddin müəllim, zərzat tutub eləmirsiniz, qurban olum. Mən dəqiq. Oo, zəraf Allah. Çox qəlizdir. Mən yoxsa zər, qurban olum. Zər. Zər, hə, elə bildim mənə deyil. Şey yox. 5-5. Niyaməddin müəllim, budur. O gözəl oldu. Niyaməddin müəllim, Cahar yer. Ha, düzəldi bütün işlər. Hamısı düzəldi. Çox sağ ol. Bir. Vay. 2, 3. Bu da 4. Tez vay oldu. Səbadı var. Vəziyyətim büzgür oldu. Vay. 2, 3. Bu da 4. Satdıq. Niyaməddin müəllim, satdıq. Hələ bilmək olmaz. Nətər bilmək olmaz. Nə istəyirsiniz onu atırsınız, qurban olun. Nəyi bilmək olmaz. Qurban olun. Vay. Bəsdir, bir dənə bəsdir. Bəsdir. Bax, bu yaxşı oldu. Niyaməddin müəllim, bu 3'ü. Yox, olmaz. Bu 4'ü. Yaxşı oldu, yox. O sənin əlindən Bal oldu, bal. bal oldu. Şəhali. Sayılır belə Niyaməddin müəllim. Bədbaxtçılıq oldu da. Son nəfəsim Niyaməddin müəllim. Hələ bilmək olmaz. Nəfəs var.
Niyaməddin müəllim, nəsə zər tutursa, mənə nəsə büş-büş verirsə vermir. Zər tutmurlar, zərə atırlar. Mən də atım, mən kimin oğluna nə istəyəm ki? Sən xalq arası görürsən axı. Hə, ona görədir. Sözün atdı, qurban olum, sözün atdı. Bir qoş. Aha, nə istəyirsə onu verir, qurban olum. Bu nətər olur? Aha. Darıxmayın. Mənə nə lazımdır? Yekin şeşi. Gəlir, yavaş-yavaş gəlir. Biraz gözləsələr çatarım, Niyaməddin müəllim. Ötərsən. Zər tutmayın da, qurban olum. Zər Yox, tutmayın. zər tutmuram mən. Yox, nəsə belə eləyirsiniz mən. Bu nətər oldu, qurban olum. 5-4. Çıxdı ne? Maçdan çıxdı. Qurban olum, biabırçılıqdır. Sən öz əlindədir. İstəyirsən biabır olmağı ver. Bunu onlar kim soruşsa deyərsiz fəlakət tutdu, qurban olum. Yox, mən yalan deyə bilmərəm. Doğrudan deyirsiz. Heç inanmazlar da. Gözəl insan. Desəm ki, fəlakət tutdu məni, heç kəs inanmaz. Amma zər tutdunuz da öz aramızda. Yəni söz deyim. Zər tutdu deyəndə elə cəmaət elə sanar ki, mən zər tutanam. Oturum nə verə. Yəni var da axırda. Onlar mən bir yuxarıda yazdırım ki, Niyaməddin mənim zər tutdu. Nə yazırsan Reyting üçün yazın. lazım. Yaz, yuxarı yaz ki, Niyaməddin müəllim zər tutur. Zər tutur, keçdik verişə. Niyaməddin müəllim, mən bilirsən də verişimdə sponsorlarım hamısı dostlarımdır. O gün bir dostum da zəng eləyib bu Fortis qrup. Mənə deyir ki, ay fəlakət, baxırıq verişə, orada hamını palçıq eləyirsən, tıdış. Və bu palçığa astar lazımdır axı, niyə bizə demirsən? Dedim, nə gözəl. Onlar da bu həftədən mənim sponsorumdur, Giper. İndi gedim onu mən hədiyyə verim, tamaşaçıya bir sual verim, ürəyim açılı verir, ona qəşəng hədiyyələr verim, gələm. Darıxmayın, 2 dəqiqəyə gələm, qurban olum. Bəh. Boldu, məhsulumuz boldu. Buna bax, astarımız var, üzlüyümüz var. Birbaşa lişna astarımız var. Sonra burada görsən kontaktımız var. İndi mən belə bir kreativ bir şey eləyirəm. Əziz tamaşaçılar, elə bilərsiniz, sizi yaddan çıxartmışam ha. İndi sizə bir sual verəcəm. O suala düz cavab tapsaz, sizə buradan hərəsindən bir kaset, yox, hərəsindən bir kisə hədiyyə eləyəcəm. Bax, bundan da bir kisə yox, 2 kisə, 2 kisə az ol, 3 vapşe beynim çönüb. Cavabı düzgün tapan adama 1 ton verəcəm gipsdən. 1 ton. 1 ton biraz çox olmadı. Çox oldu, yaxşı eləyirəm. Belədir. Bu gündən belədir, beynim çönüb. 1 ton hədiyyə eləyəcəm. Sana nə dəxli var? Qaqam bankrot eləyib tutuzdurur. Başa düşdün? Sualımı verirəm, hazır olun. 1 ton 1 ton. Deməli, sualım belədir. Sizcə bu qara suvağı Giperin hansı məhsula əvəz eləyir? Cavabı aşağıda şərhə birinci yazan 1 ton Giperi aparır. De, qurban olum, deyin cavabını, deyin. Niyaməddin müəllim, mən bu indi show biznesə açığını istədiyim bu cavanlara, gənclərə nəzarət eləyirəm də, rüqü verirəm, rüqü. Bax, belə bir şey maraqlıdır ki, indi bu arı oxuyan müğənnilərə bozbaş deyirlər də, düzdür? O vaxtı da var idi də belə oxuyanlar, onlara nə deyirdilər, qurban olum? O vaxtda toya gedənlərə elə bozbaş. O vaxtdan bozbaş var. Çünki desinlər, toyda bozbaş yeyirlər də. Ona görə. Yəni o elit sayılar, onlar toya getmirdilər. O Rəşid bəy, bu da o birisilər. Toya getmirdilər ümumiyyətlə. Onlar toya getmirlərdi. Ancaq Xan Şunuski, ondan sonra bütün oxuyan müğənnilər, zatlar ki, mən təzə gəlmişəm, sən cavan oğlan idim, toya gedirdim. Çünki xalq mahnıları muğam oxuyurdu. Toya da bunlar lazımdır da. O estrada onlar vokal lazımdır ki. Ona görə onlar toyda gedib bozbaş yediyinə görə Rəşid bəy dediyi bozbaşdır ki. Başa düşdüm. Niyaməddin müəllim, bu şəxsən mənə maraqlıdır. Olur ki, hansısa verişə qatılırsınız, verişin aparıcısı bir də görürsünüz, ağzına gələni danışır. Olur belə şey. Hansı necə? Anama deyil. Mən ağzıma gələni danışmıram. Yox. Yaxşıdır hər şey. Yox. Buradan Vasif Məhərrəmliyə demək istəyirəm ki, indi gördüm, mən efirdə ağzıma gələni danışmıram. Başa düşdün? Ağıllı ol, diqqətli ol. Vur oraya. Mən buradan show nümayəndələrinə sözümü göndərirəm. Mesaj göndərir. Mesaj hamısı. Niyaməddin müəllim, bir dənə də şəxsi sual vermək istəyirəm, qurban olum. Ərk eləyib. Eşitmişəm siz yaman dollar yığırsınız. Düz söhbətdir. Yığırdıq. İndi yox. Yaman deyir, xoşlayırsınız dollarları. Çünki oxşarlığı var, hə? Gətir görüm onu, gətir qurban olum, gətir. Niyaməddin müəllim, mən elə belə suallar vermirəm, amma məndə hamısı faktlardır. İndi bir dənə xahişim var. Tanışınız varsa,
İndi siz 100 dolların üstündə də sizin şəkliniz. 50 dollara da mənim şəklimizi vurarsınız da buna bax qurban olum. Nə tədir? Qəşəngdir. Bunu verirəm sizə qurban olum. Çok güzel. Xırdalayıb təşkiləsiz. Sağ qurban olarım. Yaraşır amma Yaraşır, yaraşır. hə, Yaraşır hə. Çək gör mən bunu yaxından çək. Amerikada heç belə bir adam yoxdur. Belə bir imic yoxdur ki. Yoxdur, qurban olum. Sən gör nə eləmisən. Bəli. Buradan Amerikada dolların səhmdarının rəsmi nümayəndələrinə müraciət edirəm. Xahiş edirəm bunu diqqətə alın, qurban olum. Bu 50 dollardan sizə də faiz verəcəm. Sizə qurban olaram. Niyaməddin müəllim, bax sizin bu mahnınız var. Röya. Röya, röya, röya. Röya kimdir? Mənim qızımın adıdır. Amma Röya ansamblı mənim qızımdan qabaq yaranıb. İndi başqa sual vermək istəyirəm Niyaməddin müəllim. Cavan gənc oxuyanları görürsüz də efirdə. Onlara nə məsləhət vermək istəyərdiniz? Nə oxuyurlarsa, tarix üçün bir şey oxuyurlarsa, onu oxusunlar cavan vaxtı, qocalanda, yaşad olanda xəcalətini çəkməsinlər. Mən də bir məsləhət vermək istəyirəm gənclərə. Buradan demək istəyirəm ki, əgər bir insan yalan danışırsa, deməli o insan yalan danışır. Bir insan ki yalan danışır, deməli o yalan danışır. Çox yaxın, çox düz dedin. Biraz ağzıma gələn danışdım. Çox düz dedin. Yalan danışsa deməli yalan danışır. Hədə yəni faktdır da, burada nə olmalı? Fakt sizə qurban olum. Bu sizin bir mahnınız var, görüşdük bir gündə, ayrıldıq biz bir gündə, yaşadıq biz bir gündə. Bu hamısı nətər olub bir günə yığışdınız? Ayrı-ayrı günlərdə bir gün olmur ki. Bir gün görüşürlər, bir gün sevişirlər, bir gündə ayrılırlar. Bir gün içində də yəni? Yox. Ayrı-ayrı günlərdir. 3 gündə deməli o. 3 gün olmayıb, bir ay olsun, bir il olsun. Yox, mən onu dəqiq bilimdə, Niyaməddin müəllim. Mən onu dəqiq bilimdə, sizə qurban olum. Yəni ilin bir günündə görüşürlər, ayın bir günündə görüşürlər. O deməkdir ki, dünən, bugün, sabah görüşlər qutardı da. Başa düşdüm. Bir sual da vermək istəyirəm. Bax, sizin ən çox sevilən belə dünya şöhrətli mahnınız var da. Dünya sənin, dünya mənim, dünya heç kimin. Bax, onu bax bir dənə başa düşmürəm. Burada dünya nə onun, nə bunun, nə heç kimin. Onu biraz tutamıram, məntiqdən. O fəlsəfəsini tutamıram. Niyə sən tuta bilmirsən? Məndə biraz nəsə alınmır onu tutmaq. Mənə kömək edin Biraz görməliyim. fikirləşsin. Biraz qurban olum. Bu nə deməkdir ki, mənası nədir? Fikirləşsin, taparsan ki, dünya heç kimindir. Axırda heç kimə qalmır, hə? Əlbəttə ki. Amma dünya sevənlərindir. Dünya özündən sonra iz qoyub gedənlərindir. Dünya xeyirxah insanlarındır. İndi başa düşdüm, onu qurban olum. Niyaməddin müəllim, ümumiyyətlə poeziyanı sevirsiniz, şeiri sevirsiniz. Əlbəttə ki. İndi bilmirəm, xəbəriniz var yoxsa yox. Mən də arada şeir yazıram da. Yaz da. Niyə yazıram? Deyim dərdimi də. Çünki baxıram bu şou biznesə düzdür. Yaxşılar var, sizin kimi sənətkarlar var, məsləhət görür. Amma bəziləri var ki arada. Çıxıb efirdə elə söz deyirlər ki, mən onlara kinayə ilə deyirəm ki, ay bərəkallah, ay bərəkallah. İndi bir şeir yazmışam, onlar deyim qulaq asas. Gör nətər, onlara söz atıram. Ver şeir ver, qurban olum, ver şeir ver. Tapıb sponsoru sən şıllaq atırsan, bərəkallah. Eləyib qalmaqal aləmi qatırsan, bərəkallah. El gözü üçün özünə əl yetirirsən bahalı, bahalı villalara kök sötürürsən bahalı, acığa yanğı verib ev götürürsən bahalı, ödəyə bilməyib abratını qaytarırsan bərəkallah. Eləyib qalmaqal aləmi qatırsan, bərəkallah. Heyranam boş görünən qabda olan cürətinə, formula şoferi çatmır silikon sürətinə, düşüb hər həftə trendə panelin minnətinə, məqsədə sən kəsə yolla çatırsan, bərəkallah. Eləyib qalmaqal aləmi qatırsan, bərəkallah. Bu yerə çatmamısan ildırımlı yollarla, gününü xoş getirirsən bahalı mollarla, kişinin oğlu sənə pul buraxır dollarla, bu qədər pul qoyulan işi batırırsan, bərəkallah. Eləyib qalmaqal aləmi qatırsan, bərəkallah. Qurad yalla yatan vaxtları yaddan çıxarıb, dəymişi kalla qatan vaxtları yaddan çıxarıb, qəpiyə güllə atan vaxtları yaddan çıxarıb, tapı bu sponsoru sən şıllaq atırsan, bərəkallah. Eləyib qalmaqal aləmi qatırsan, bərəkallah. Bərəkallah. Nə deyim?
Nətərdir qurban olum, Niyaməddin müəllim? Fəlakət doğrudan da çox məntiqli şeirdir. Özüm yazmışam, gecə fikirləşdim. Yox, həqiqətən orada məna var. Yəni o insan, sən onun iç yüzünü açıb göstərirsən. Əks ol, yəni ki, keçmişi O unutma. nəfsin göstərirsən, ədəb-ərkanın göstərirsən. Çox gözəldir. Sizə qurban olum, Niyaməddin müəllim, əli dolu yola salacağım, ürəyim açılır. Bir dənə də hədiyyə verin oradan, təbəssüm çayları. Niyaməddin müəllim, bu gözəl çaydır, bunu Çox oldu, dəmləyərsiniz, mənə yadınızda salarsınız, sizə Çox qurban oldu, olaram. çox oldu. Çox istəyirəm mən, gətir qurban olum, gətir. Təbəssümdür, təbəssüm, bax. Bu təzə çıxmış çaylardır, mənim sponsorumdur. Çox sağ olsun sponsor ki, belə səni qiymətləndirir. Niyaməddin müəllim, faktları araşdıranda gördüm ki, siz hansısa bir verilişdə etiraf eləmisiniz ki, mən vaxtında yoga ilə məşğul olmuşam. Olub elə şey? Elə indi də. Yoga ilə məşğulsunuz. İndi də evdə mən hər gün idman edirəm. Sonra başqa nəsə idman növü ilə də məşğul olmusunuz. Mən güləşçi olmuşam. Güləşçi. Klassik. Doğrudan. Güləşçi varlar. İdman ustası yerinə yetirmişəm. Sonra aralanmışam mən. Niyaməddin müəllim, mən də yogaya getmək istəyirəm. Prosto mənim mədəmdə joga var deyin, alınmır, gedəmirəm, qurban olum. Joga var. Hə, joga var məndə. Yoga ilə alınmır da, düz gəlmir sizə, qurban olum. Sən özün bilərsən indi joga nə ilə gedər. Qurana qurban olum. Sözün deyid ha. Niyaməddin müəllim, açığı mən fəlakət arada tək oturanda hər bir şey haqqında fikirləşirəm də. Dünən gecə evdə oturub fikirləşirəm ki, bax bu insan dünyaya gəlir, böyür, yaşad olur, müdrikləşir, ağsaqqallaşır. Adama belə bir sual həmişə maraqlı olur ki, görəsən bu qatığı sarımsaqlasan yaxşıdır, yoxsa sarımsaqlamasan yaxşıdır? Yoxsa bu mollanı əmmamələməlimi, yoxsa əmmamələməməlimi? Ya kar-kor kürkü yırtıq kürkünü yamamaqdansa kürkü yırtıq kürkünü yamamalıdır Niyaməddin müəllim. Fəlakət, çox adam o sözü deyə bilmir. Sən amma gözəl deyirsən. Gör mənim fəlsəfəmi, qurban olum Niyaməddin müəllim. Doğrudan deyə bilmir, yadını saxlaya. Bu mənim fikirlərimdir. Mən tək olanda gedirəm oralara. Sizə qurban olaram. Sən talantsan da başlama. Qışqırıb talant. Sağ qurban. Qışqırıb, yəni apar tulla da o mənim. Yox, qışqırıbsa tullamaq lazımdır. Qaynayır. Qaynayır, amma qışqırıb da sözünüz deyil. Yox, qaynayır da, yəni qalxır belə. Başa düşdüm. Sizə qurban olaram. Niyaməddin müəllim, sizə 3 dənə şəkil göstərəcəm. Tapın görün bunun hansı o peşəyə aiddir. Hazırsınız, qurban olun, başlayaq. Hazıram. Niyaməddin müəllim, bunlardan hansı futbol topudur? Bu birisi. Bu? Hə. Dəqiq. Dəqiq. Niyaməddin müəllim, bunlardan hansı futbolçudur? Hansı futbolçudur bunlardan? Bu. Tanıyırsınız onu, Ronaldo. kimdir? Ronaldo'nu tanıyırsınız, sizə qurban olaram. Düz tapdınız. Niyaməddin müəllim, bunlardan hansı şəkərsiz bizondur? Bu yağın köz. Ay sol, düz tapdınız, qurban olum, düz tapdı. Bir kasetdə Niyaməddin müəllimə şəkərsiz bizon qoyun maşınına. Niyaməddin müəllim, tapın görün bunlardan hansı fəlakətdir? Bunların ikisi də fəlakət. İkisi də fəlakətdir. Sənə qurban olaram. Yenə ürəyim açıldı, qurban olum. Gətir oradan bir dənə də hədiyyə. Patron tumları gətir, qurban olum, gətir. Yox, bu gün Niyaməddin müəllim başqa cür olacaq, gətir. Bax, Niyaməddin müəllim, biri sizin, biri mənim, bu biri heç kimi, bu biri heç kimi. Dünya sənin, dünya Biri mənim. sənin, Dünya heç kimin. biri mənim, biri heç kimin. Dünya sənin, dünya mənim, dünya heç kimin. Zarafat edirəm, qurban olum. Hamısı sizin, hamısı sizin. Buyurun. Bu sizin hədiyyəniz. Bayaq dedim, bu poeziyanı çox sevirsiniz. Həmişə yadınızda olan bir şeir var ki, məsələn, o sizin həyatınızda həmişə sizin yadınızda qalıb. Deyərdinizə biz qulaq asardıq. Tüstüsüz ocaqdakı elə hey yandım. Hələ də yanıram mən oğrun oğrun. Kədər dumanında daldalandım ki, bir qəlbə çatmasın sızıltım ağrım. Sinəmdə yurt saldı bir eşqin səsi, öldürə-öldürə yaşadır məni. Bir anın sevinci, deyib gülməsi, elə getən güclü, qəbatlı mən. Sizə qurban olaram, Niyaməddin müəllim. Petat, sizə qurban olaram. Niyaməddin müəllim, çox sağ olun. İnanın ki, içi mən qarışıq, hamımızın ürəyinə yağ kimi yayıldı bu veriliş. Siz də sağ olun, siz də var olun. Niyaməddin müəllim, bu o demək deyil ha, hədiyyələrimiz qutarıb. Hələ bir dənə də hədiyyəmiz var. Angilor gətirək, angilor. Bu Niyaməddin müəllim, boğaz südü. Ağrısıdır. Lazım olanda bax belə pısıldatsan gedir. Ver, ağız ayrıq, onu ver. Necə təmtəraqla gətirir bunu? Sizə qurban olaram da. Pişmiş onu, bəhbəhli. Niyaməddin müəllim, çox sağ olun ki, gəldiniz, bugün bizim qonağımız oldunuz. Nə vaxtda ürəyi istəsə, mən sizin qulluğunuzdayam. Sağ olun. Sizə qurban olaram.
Ay, ağzayrıq, məni çək. Bugünkü qonağımız, gözəl sənətkarımız Niyaməddin Musayev idi. Mən bilirəm ki, hamımızın ürəyincə oldu. İndi bəziləri fikirləşir ki, ulduz olmağa nə var? Ulduz olmaq çox çətin məsələdir. Atalar burada yaxşı deyib. Könlü balıq istəyən, getsin təzə bazara orada satırlar, oradan alsın. Bir gecəniz xeyrə, yatın.